Salam, oruçluq ayın yetişməsini təbrik edirəm. Mən Rəhman Necbəxt, İranın Təbriz şəhərində yaşayıram. Çox sevinirəm Cəşvari, Beynəlmiləlli, Murvaridi Ramazan ki, به نمایندگی رئیس هیئت مدیره şair Əla Qasım Əzubinin tərəfindən bərqərar olunur. Dəvət olunmuşam və şirkət edirəm. Mən 30 ildir tədris eləmişəm hünəri və tamam təqribən çoxdur işlərهای hünərdə fəaliyyətim var idi. Nəqqaşi, xoşnəvisi, nəqqaşi xət və quru korda fəaliyyətim var idi. Musiqidə fəaliyyətim var, teatrda bir müddət teatr işləmişəm və nəqqaşının neçə riştələrində fəaliyyətim olubdur və səy eləmişəm tamam riştəهای təqribən nəqqaşını təcrübə edəyəm, üçün hərəsinin bir hiss və halı vardı və səy eləmişəm o hiss və hallarını dərk edəyəm. Burada neçə moruz burada elə işlərimdən vardı, onların istən görsədəm və bunları görək. Bu günə də Sultan Məhəmmədin işidir, onun işindən kopi işləmişəm. Nəqargəri günə də səbsidir, quaşdır, abrəncdir. Mövzusu Həzrət Peyğəmbərin meracıdır. Bu Güneylə həmin məqargəridir və dövrəsi, bu haşiyəsi, nüquş-i həndəsi işləmişəm. Bu nəqqaşımı Allah tamam ana və atalar ki qalırlar, hiss eləsinlər və onlar ki dünyalarını dəyişib və onlara da rəhmət eləsin. Bunu rəhmətli anamın yadına işləmişəm, o fəzayı ki, kamilən fəzayı ki, fəqət ikimiz olaq, yəni heç zat burada qeyrət özümüz ayrı rəh yoxdur. Səy eləmişəm o fəzada işləyəm. Bu da güneylə akrilikdir. Bu عنوان اتحاد متحد olmaq o ünvanda işləmişəm. Bu da teknik akrilikdir. Və bunlar da rəng roğandılar ki, nədirlər, gül işləmişəm. Və bunlar da güldirə. Məmnunam, dəvətinizdən çox təşəkkür edirəm və tamami əvamili ki, bu cəşvarədə fəaliyyətlər vardır və dəvət edib və ta bu cəşvarədə şirkət edirəm, məmnunam və hamısına sağlıq arzu edirəm. Təşəkkür, sağ olasınız.